Qida Təhlükəsizliyi Agentliyi Bərdə Regional Bölməsi 11 saylı ərazi vergi idarəsi kimə xidmət edir? Bu fikirləri söyləyən Bərdə rayon sakini hüquq müdafiəçisi Əzamin Yunusoğlu Mamedov Media TV Azmedia qrupuna açıqlamasında bildirib ki, hər iki qurum onun iştirakı ilə yoxlanmalıdır. Qurumlarda ciddi nöqsanlar var. Media qrupumuz Prezident İlham Əliyevə Əzamin Mamedovun müraciətini təqdim edir. Qarşı tərəfi dinləməyə hazırıq. Mən Mamedov Əzamin Yunusov, Bərdə rayon Qaradalı kəndində yaşayıram. Bugünkü çıxış etməkdə məqsədim Bərdə Regional Qida Təhlükəsizliyi İdarəsində rəhbərliyinin yaratmaz fəaliyyətidir, sahibkarlara qarşı olan laqeyd münasibətlərindəndir. Belə ki, kəsim yerləri var, oranı bəzilərini bağlatdırıb, öz yaxınının kəsim yerini saxlayır və orada bu layıqda işlər gedir. Bütün kəsim yerində nə baytar var, nə laboratoriya var, güya aralıdan baxırlar, bildirər, bunlara vergi verilir. Bu olaylar, yəni məndə kifayət qədər çəkilişlər var ki, həmin olayları lentə alınıb, onu təqdim edə bilərəm. Əgər araşdırma gedərsə, təəssüf ki, araşdırma getmir. Eyni ilə də, deməli, 11 saylı ərazi vergi idarəsi var, Yevlar. Mən ərzə vermişdim, Bərdə mal bazarına bağlı. Çox təəssüf ki, hələ də 6 aydır cavab ala bilmirəm. Çox maraqlıdır. Bərdə Qida Təhlükəsizliyi Agentliyi sahibkarlarla belə deyək, dostluğa, şəxsi marağa görə indirqə aparır. Mən bu barədə deməli müraciət etmişik. Allah qoysa güya qəbul etsələr, onda tendensiya var ki, bu hansı rayonun adı yoxdursa, o başqa rayondan gələn adamları bu nazirlər, sədrlər qəbul etmir. Yəni, hörmətli Qoşqa Təhməzli var, Qida Təhlükəsizliyi Agentliyinin Ümumi Respublika üzrə sədri, onun qəbuluna gedək, Bərdə Qida Təhlükəsizliyi Agentliyindən. Amma ona da inanmıram ki, orada obyekti bahalar. Çünki o təyin edib. Bərdə Qida Təhlükəsizliyi sədri o təyin edib. O nətər tapşırıq verir ki, bu öz başına alındı? Ay qardaş, qadanalım səni. Qida Təhlükəsizliyi Agentliyi ərzə veriləndə araşdırmaq əvəzinə heç nə eləmir. Subut, Ağdamdan Cehun ərzə verdi zəhərlənməsi üçün. Hansı izahatını almışsan? Xahiş edirəm, Bərdə Qida Təhlükəsizliyi araşdır, cavab ver. Heç bir cavab vermirlər. Özləri də özlərindən razı şəkildə otururlar. Bir çıxın çölə, bir sizi hava vursun, bir cəmiyyət sizi tanısın. Görək, nə iş görürsün? Baxın, yoxsa elə hər aydan bunu keçir, qutardı bundan. Hamı bildiyini etsin, bu olmaz. Bu bekara bir qurum kimidir. Üzümüz duran ölkəmizin əvəz edilməz lideri, hörmətli İlham Əliyev cənablarının, cənab prezidentimiz. Bu Qida Təhlükəsizliyi Agentliyi ki var Bərdədə, 11 saylı ərazi vergi idarəsi, bunlar kimə xidmət edir? Bu iki idarənin əməkdaşlarına, elə mənim özümün verdiyim ərizələr niyə gizlədilə araşdırılmasına köməkdarlıq edəsiniz? Mən əminəm ki, yeganə deyərdim ki, ölkədə, dövlətdə nazir, Daxili İşlər Nazirliyidir ki, obyektiv daimi araşdırma aparır. Bütün bunun hamısı yıxaq Daxili İşlər Nazirliyi üzərindəki qidanı gəlsin, siz araşdırın, nə bilim, falan işi siz araşdırın. Ay qardaş, sizin təyin edib hörmətli prezident ki, regionlarda işlər geçsin. Ay qardaş, ay qadan hanım sizin, işləmək lazım, ne edirsiniz, yaxşı edirsiniz. Hörmətli prezidentimiz təyin edib ki, və göstəriş verir ki, mən də deyil, içində olma şərtlə vətəndaşa xidmət edəcək. Siz kimə xidmət edirsiniz? Bax, bunu araşdırırsa daha yaxşı olar. Üzümü turam cənab prezidentə, cənab prezident, xahiş edirəm. Yevlar 11 saylı ərazi vergi idarəsi ilə Bərdə Regional Qida Təhlükəsizliyi İdarəsi iş fəaliyyəti, mənim iştirakımla araşdırılsın, görək bunların iş fəaliyyəti nədir? Ümidimiz sizədir, Allah cənab prezident sizi qorusun, belə işləməyən məmurlara da Allah ömür versin. Sağ olun.